Salam aleykum şeyx. Aleyküm salam Artullah. Şeyx, son günlərdə hətta bəzi tanınmış adamlar da təkcə Quranla gedək fikrini, ideyasını yayanları və bu fikrin özünü dəstəkləyirlər. Və kimlər ki, həmin o fikrə qarşı, o fikri yayana qarşı rədd verir, onu qınayır ki, olmaz belə. Onlar üçün də deyir ki, həmin o tanınmış adamlar Peyğəmbəri də vaxtı ikən qınayırdılar. Tezə gələndə qınayırdılar. Elhamdülillah. Bilirsiniz qardaşlar, bu yalnız Kur'anla getmək bu səhvdir. Səhv fikirdir. Hələ Quran-ı Kərimin özünə. Yəni bunu deyən adam görsən ki, Quran-ı Kərimi oxumayıb. Quran-ı Kərim özü deyir ki, Peyğəmbərlə getginə sallallahu aleyhi ve sellemlə. Peyğəmbəri əsas tut. Ona müxalif olma. Əgər elə olsaydı, onda Peyğəmbər zikr olunmazdı Quran-ı Kərimdə. Deyərdi, yalnız mənə tabi olun, məndən qeyrisinə yox. Bəli, ibadətdə hələdir. Onlar nəyə qarışdırıblar? Bəli, ibadətdə yalnız Allaha ibadət eləməliyik. Amma bu ibadəti götürməkdə, necə etməkdə, biz Peyğəmbərsiz necə edəcəyik? Yaxşı gedək Quranla. Namaz necə qılaq? Nəinki namaz? Zəkat necə verək? Həci necə edək? Orucu necə tutaq? Oruc nə vaxt pozulur, nə vaxt pozulmur? Məsələlər. Bilirsiniz, bunu danışanlar görsənir ki, məhdud məlumatları var dindən. Hansı ki, bu din, bu Quranla dünyanın yarısı idarə olunurdu. Və qanunlarda da siz görürsünüz ki, hər bir qanunlarda, hərdən insanlarda eşidirsiniz ki, məsələn, ki, qanunlarda boşluq var. Boşluq, yəni o incəliklərə toxunmayıblar. Hər bir qanunda, hər bir qanun şərhi ehtiyac var. Onu necə tətbiq eləmək, nə vaxt pozulur, nə vaxt pozulmur, pozulsa cəza məsələlərində, nə vaxt belə olur, nə vaxt belə. Yəni, onların sözünə, onlar hamısı tərk olunur. Özünüz görün, onlar fikirləşmirlər də danışırlar. Amma qaldı ki, dəlil gətirmək, elə çıxış edən adamları müdafiə eləmək üçün dəlil gətirmək ki, Peyğəmbərimizi də o vaxtı yalançı saydılar. Onlar sadəcə dəlili yerində istifadə eləmirlər. Düzgün istifadə eləmirlər. Bəli, Peyğəmbərimizi yalançı saydılar. Çünki Peyğəmbərimiz haqqı deyirdi. Amma bunlar deyən haqdır məyər? İndi məsələn, biri çıxsa desə ki, bu istəkana ibadət edin. Məsələn, cəmiyyətdən 1 milyardın içində görürsən 15 nəfər buna tabi oldu. Yəni biz də ona deyəcəyik ki, bu istəkana dəvət eləyəni ki, ibadət eləməyi, yalancıdır. 15 nəfərə də deyəcəklər ki, 15 nəfərdən biri deyəcək ki, 14-ünə, deyəcək, Peyğəmbəri də yalancı sayırdılar. Yəni, bu nə misaldır? Özü də bunu deyənlər, gör ki, bunlar savadlıdırlar. Amma dində görsən ki, cahildirlər, savadsızdılar. Dəlili yerində gətirmək lazımdır. Aydındır, qardaşlar. Və sadəcə cəmiyyətdə maarifli, dini maarifçiliyi zəif olduğuna görə Qərb, Amerika və s. onlar özlərinə uyğun sayaq bir din gətirmək istəyirlər. Din gətirmək istəyirlər ki, o dinlə onlara tabi olsun hamısı. Aydındır, qardaşlar. Bunlar hamısı dinimizdə əslində küfürdür. Quranla Peyğəmbərimizi ayırmaq olmaz. Əgər biz hədislərə şübhə eləsək, o cür Qurana şübhə eləyirik. Olmaz. Allah qoruyur. Allah qoruyur Quranı, həmçinin hədislərimizi də. Aydındır, qardaşlar. Və bu qədər Allah bizə eşit faydalardan etsin. Və selamu aleykum və rəhmətullah və bərəkatuhu. Aleyküm selam.